Bu videonu çəkməkdən məqsədim odur ki, sizin maşında Amerikadan gəldi, burada hər hansı bir udara, yamaya düşdü, harasa dəydi, toqquşdu, maşında problem oldu, maşın razvala girmir, hansısa detal əyilibsə bizə yaxınlaşa bilərsiniz. Biz bacardığımız qədər detal dəyişmədən öz detalını düzəldirik. Gördüyünüz bu Mercedes-də qabaq sağ təkərin üstü söylədi. Baxın, qabaq alt çaşkası alüminium çaşkada, çaşka əyilir. İndi biz bu çaşkanı sol tərəfdə göstərim. Sol təkər tüm gördüyünüz kimi detalı sökmüşük. Alt çaşkanın əyirliyinə baxın, gözlə görüləcək dərəcədə əyilir. Bu detalı dəyişmədən özünü bərpa edəcək. Zavaskoy orijinal detalı bərpa edib qoyacaq yerinə. Bir də qabaq sağ almacıq əyilir. Gözlə görüləcək dərəcədə o qədər əyilir ki, maşın tıxaclamaya gəlmir. Hal-hazırda bu almacığı sökəcək. Almacığın özünü dəyişmədən orijinal detal olduğu üçün özünü düzəldəcək. Gördüyünüz kimi sol tərəf dümdüzdür, sağ tərəf əyilir. Baxın, sağda əyiliyə baxın. Şimdi almacığı sökəcək, almacığın özünü bərpa edəcək. Sizdə də belə bir problem olarsa bizə yaxınlaşa bilərsiniz. Hal-hazırda almacığı sökmüşük, əyilisi göz qabağında. Gördüyünüz kimi almacıq əyilir. Çaşkanın əyilişini düzəltdik. Bayaq göstərdiyim alt çaşkadır, alüminium çaşkadır. Çaşkanın əyilişini düzəltdik, qızdırmadan, kəsmədən, doğramadan. Özünü düzəltmişik, taxacaq yerinə. Və orijinal detal olduğu üçün öz detalını düzəltməsi daha yaxşı olsun. Hal-hazırda detalları düzəltdik, yığacaq maşının üstünə, maşınımızı razvala salacaq və Zavaskoy ölçülərinə qoyub razı elədik. Gördüyünüz kimi əyri olan almacıq da düzəldi. Taxıb maşının üstünə maşınımızı razva eləyəcək. Sizdə də belə bir problem olarsa, səhifədə nömrəmiz var, səhifədə adresimiz var, yaxınlaşa bilərsiniz. Yəni, maşında udar oldu, detal dəyişir, artıq rastol eləməyə tələsir. Bu da düzəldikdən sonra maşınımız detallar düzəldi və ideal şəkildə razvala gəlir.